Hörmətli tamaşaçılar, İctimai Televiziya və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiya İnstitutunun birgə layihəsi olan İnformasiya Cəmiyyəti proqramı yenidən efirdədir. Verilişimizin bu dəfəki qonağı Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun direktoru Elçin Babayevdir. Elçin hanım, xoş gəlmişsiniz studiyamıza və məlumdur ki, Elmin İnkişafı Fondu son zamanlar yaranıbdır və ictimaiyyətə, tamaşaçılarımıza Elmin İnkişaf Fondunun qarşısında duran vəzifələr haqqında məlumat vermənizi xahiş edirik. Təşəkkür edirəm Rasim müəllim. Elmin İnkişafı Fondu tamamilə yeni bir qurumdur və keçid dövrünü başa vuraraq dinamik inkişaf edən ölkəmizdə həyata keçirilən o yeniliklərin bir tərkib hissəsi kimi buna baxmaq olar. Və möhtərəm Cənab Prezidentimizin 21 oktyabr 2009-cu il tarixli sərəncamı ilə yaradılmış bu fond artıq müəyyən mənada fəaliyyətə başlayıbdır. Çünki bu yaxınlarda 2010-cu il 19 fevral tarixində Cənab Prezidentin növbəti fərmanı ilə həmin bu fondun nizamnaməsi təsdiq olundu və digər qarşıya məsələlər qoyuldu. Bunlar hamısı fondun fəaliyyətinin daha səmərəli şəkildə qurulmasına xidmət edən sərəncam və fərmanlardır. Fondun yaradılmasında əlbəttə məqsəd çox geniş bir şaxə, belə bir spektrə malikdir. Amma qısaca olaraq, əgər bunları biz belə bir şəkildə ifadə edə bilsək ki, fondun yaranmasında əsas məqsəd nədir? Deyə bilərik ki, fond öz qarşısına elmin bütün sahələrində aparılan elmi tədqiqat işlərinin yerinə yetirilməsini stimullaşdırmaq, alimlər və ya təşkilatlar, elmi təşkilatlar qarşısında yeni bir inkişaf perspektivləri açmaq, modernləşmə, tutaq ki, dünya elm cəmiyyətinə qovuşmanın daha səmərəli yollarını axtarıb tapmaq və bu cür vəzifələrdən əsas ibarətdir. Və qeyd etmək lazımdır ki, digər fondlardan fərqli olaraq Elmin İnkişafı Fondu fundamental tətbiqi və axtarış, innovasiya xarakterli elmi tədqiqat layihələrinin qrantlar şəklində maliyyələşdirilməsini nəzərdə tutubdur və burada bir çox müsbət, pozitiv elementlər nəzərə alınıbdır. Məsələn, alimlərin özləri ayrı-ayrılıqda bu qrant proqramında iştirak edə bilərlər. Yəni, nə yaşa, nə elmi dərəcə, nə elmi status, administrativ asılılıqdan deməli, asılı olmayaraq, belə deyək, onlar qrant proqramlarında iştirak edə bilərlər. Daha çox önəm verəcəyimiz sahələrdən biri də elm sahəsində informasiya bankının yaradılmasında müəyyən mənada iştirak etmək, ölkənin innovasiya ehtiyatlarının yaradılmasında iştirak, eyni zamanda deməli, müxtəlif sahələrdə çalışan alimlərin elmlə bağlı tədbirlərdə iştirakını təmin etməkdən də ibarət olacaqdır. Yəqin ki, Elmin İnkişafı Fondu elə o dövlətin elmi siyasətinin həyata keçirilməsində fəaliyyət göstərən ən belə effektiv qurumlardan biri kimi bu problemlərin müəyyənləşdirilməsində, yəni dövlətimizə, dövlətin ayrı-ayrı qurumlarına, dövlətin qarşısına qoyulan vəzifələrə ölkəmizin həm sosial-iqtisadi inkişafına, həm də ki, o milli, mədəni, mənəvi inkişafına lazım olan o prioritetləri müəyyənləşdirmək və Azərbaycan alimlərinin qarşısında həm fundamental elmlə məşğul olanların, həm tətbiqi elmlərlə, eyni zamanda dəqiq və ictimai elmlərin qarşısına qoyulan və konkret bilinməlidir ki, bu Azərbaycanda müstəqil Azərbaycanın milli ideologiyasının formalaşmasına, onun sosial-iqtisadi inkişafına, onun milli, mədəni, mənəvi inkişafına xidmət edəcək prioritetlər müəyyənləşsin ki, Azərbaycan alimləri konkret olaraq işləsin və sizin fond tərəfindən də müəyyən dəstək əldə etsinlər. Tamamilə doğru buyurdunuz. Yəni, əslində çox geniş o təhlilini verdiniz və Elmin İnkişaf Fondunu digər qurumlardan fərqləndirən bir cəhət elə ölkənin o dinamik inkişafına uyğun olan həmin o prioritetlərin dəstəklənməsi və məhz ölkənin o inkişafına xidmət edə biləcək sahələrə
və o həmin dediyim çevik bir qaydada onlara dəstək verilməsini təmin etmək məqsəd qarşıya qoyulubdur. Bundan başqa qiymətləndirmə sistemi də burada həddən artıq deməli yeni bir sistem yanaşma tələb edir. Söhbət həm burada qiymətləndirmə sisteminin şəffaflığından gedir, həm də bu sistemin maksimum qədər obyektiv olmasından gedir. Təbii ki, burada ekspertiza sistemi elə bir şəkildə qurulmalıdır ki, həmin məsələnin ölkə üçün nə qədər önəmli olduğunu nəzərə almaqla qiymətləndirmə aparılsın. Həm bizim ölkə daxilindən olan ekspertlərin, həm xaricdən olan ekspertlərin iştirakı ilə lazım gələrsə müştərək ekspertlər qrupu yaratmaq və ya komissiyalar yaratmaq yolu ilə həmin deməli daxil olmuş layihələrin qiymətləndirilməsi aparılmalıdır. Və mən heç də təsadüfi olaraq qeyd etmədim ki, prioritetlərin təyin olunması həmin bir çətin proses olsa da, onların təyinindən sonra proses deməli daha sürətlə gedə bilər, daha effektiv ola bilər və ümid edirik ki, həmin layihələrin yerinə yetirilməsi sayəsində artıq ortaya elə bir vəziyyət çıxara bilərik ki, nəinki biz ölkə daxilində, hətta regionda və lazım gələrsə dünya elmi səviyyəsində artıq ortaya qoyula biləcək, fəxrlə ortaya qoyula biləcək bir nəticələr deməli ortaya çıxara bilər. Və Elçin müəllim, birazdan söhbətimizi davam etdirəcəyik. Hörmətli tamaşaçılar, əməkdaşlarımız tərəfindən innovasiya ilə bağlı bir material hazırlamışıq. Gəlin həmin materiala baxağın, sonradan verilişimizi davam etdirəcəyik. İnterneti dəstəkləyən televizorlar tez bir zamanda məşhurlaşacaq. Ernst & Young şirkətinin apardığı tədqiqatlar bunu göstərir. 2013-cü ildə interneti dəstəkləyən düz 6 milyona yaxın televizorun satıla biləcəyi ehtimal edilir. Analitiklər qeyd edirlər ki, bu imkana malik olan televizorların populyarlığı tamaşaçıların adi televizorun ekranında widgetlərin də yerləşdirilməsinin mümkünlüyünə vərdiş etməsi ilə daha da artacaq. Avropa Şurası Uşaqları Müdafiə Ekspertləri Təhlükəsiz İnternet Günündən istifadə edərək müəllimləri və valideynləri uşaqların internet vasitəsilə istismarına qarşı mübarizəyə qoşulmağa çağırır. Təşkilat Təhlükəsiz İnternet Günündən istifadə edərək 6-12 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş Wild Web Woods adlı oyununu təqdim edib. Oyun həm də uşaqlara internet üzərində ehtiyat tədbirləri qaydalarını öyrənməyə imkan verir. Wild Web Woods oyunu uşaqlara internetdən təhlükəsiz istifadə qaydalarını öyrədir və bu çox vaxt uşaqlarının internetdəki fəaliyyətindən xəbərsiz olan valideynlərə rahatlıq gətirir. Təhlükəsiz İnternet Günü bizə xatırladır ki, internet yalnız uşaqların istismarına zəmin yaradan təhlükə mənbəyi deyil, həm də əyləncəli zaman keçirmək və öyrənmək, bilik əldə etmək üçün ən əlverişli vasitədir. Oyun artıq 22 dilə tərcümə edilib və indiyə qədər sayta 2 milyondan çox ziyarətçi axını qeydə alınıb. Qeyd edək ki, oyunun müəllimlər üçün nəzərdə tutulmuş məlumat kitabçası da mövcuddur. Blokların yaradılması üçün nəzərdə tutulan Twitter sosial şəbəkəsindəki yazıların sayı yer kürəsi əhalisinin sayını ötüb. GigaTweet-in məlumatına görə World Population Clock-un statistikasına əsasən hazırda yer kürəsi əhalisinin sayının 6,79 milyard olduğu halda mikrobloklar servisində 6,8 milyard məlumat qeydə alınıb. Bugünkü gündə Twitter dünyada ən iri mikrobloklar servisidir. Sonuncu hesablamalara görə bu saytda 60 milyondan çox istifadəçi qeydiyyatdan keçib. Artıq dünyanın əksər internet istifadəçilərinə yaxından tanış olan YouTube video materiallar hostingi təqdim edən bir internet xidmətidir. Xidmət 2005-ci il fevralın 15-də Kaliforniyada fəaliyyət göstərən PayPal şirkətinin 3 keçmiş işçisi tərəfindən yaradılıb. Onlar bu xidməti yaratmaq məqsədi ilə flash video texnologiyasından istifadə ediblər. 2006-cı ildə YouTube Google şirkətinə 1,65 milyard dollara satılıb. Layihəyə 2005-ci il aprelin 23-də yerləşdirilən ilk video bir ailənin zooparkdan çəkdiyi 18 saniyəlik həvəskar video olub. Hal-hazırda YouTube-a hər dəqiqədə 20 saatlıq video yüklənir. Yaxın zamanlarda bu rəqəmin 24 saata çatacağı bildirilir. Yəni YouTube-a bir dəqiqədə bir günlük görünüş yüklənəcək. Bu videoların müddəti isə 34.560 saata, yəni 1440 günə, 4 il uzunluğuna bərabər olacaq.
Bu yaxınlarda bu xidmətdən hər gün istifadə edənlərin sayının 1 milyard nəfərə çatdığı məlum olub. Hazırda dünyanın ən populyar video hostinqi və istifadəçilərinin sayına görə dünyada 3-cü saytdır. Saytda professional videolarla yanaşı həvəskar videoları, o cümlədən video bloklar da yerləşdirilib. İstifadəçilər bu və ya digər videoya tamaşa edək, yeni video əlavə edə və ya yerləşdirilmiş videoları şərh edə bilərlər. Hazırda bu xidmət dünya mediasında da olduqca önəmli rola malikdir. Xidmətə məxsus memo statusuna malik video çarxları tez-tez xəbər reportajlarında da görmək mümkündür. Virtual dünyanın ən böyük axtarış sisteminə sahib olan və indiyə qədər bir çox iqtisadi sahəyə investisiya qoyan Google super internet layihəsini təqdim edib. Məlumata görə Amerikalı internet istifadəçilərinin bugün istifadə etdiyi internetdən 100 qat daha sürətli internet üçün baza hazırlanır. Qeyd edək ki, Google super internet layihəsini ilk mərhələdə 500 min əhalisi olan yaşayış massivində sınaqdan keçirəcək. Yeni layihə sayəsində bir kinofilmin 5 dəqiqədə yüklənməsinin mümkün olacağı bildirilir. Bilirsiniz ki, ölkəmizdə artıq biliklər iqtisadiyyatının formalaşmasının əsası qoyulur. Elə dövlət başçımızın da qəbul etdiyi elmin inkişafına dair milli strategiyanın da əsas hədəflərindən biri də Azərbaycan elminin o dediyimiz biliklər iqtisadiyyatının formalaşmasına töhfəsinin verməsidir. Yəni ki, başqa sözlə ölkəmizdə Azərbaycan iqtisadiyyatının bir segmenti kimi, bir tərkib hissəsi kimi biliklər iqtisadiyyatının formalaşmasıdır və bunun da dövlət başçımız qeyd etdiyi kimi o təbii resursların iqtisadiyyatından artıq insan resurslarının yaratdığı iqtisadiyyata, yəni ki, o söhbət biliklər iqtisadiyyatından gedir. Biliklər iqtisadiyyatının formalaşmasına doğru iqtisadiyyatımızı yönəltməkdir. Bu istiqamətdə dövlət başçımız elmə, təhsilə öz qayğısını göstərir, müxtəlif fərmanlar, dövlət proqramı qəbul olunur. Yəni, ölkəmizdə artıq biliklər iqtisadiyyatının formalaşmasının əsası qoyulur və qeyd etdiyimiz kimi, elə sizin rəhbərlik etdiyiniz fond da elə əsasən ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasına və Azərbaycan elminin dünya intellektual potensialına töhfə verməsinin bir növü sürətləndirməkdir. Mən burada bir məsələyə toxunmaq istəyirəm ki, var fundamental elmlər, onların bu günləri real bazarda nəsə bir vəsait qazanma imkanları demək olar ki, məhduddur. Bəlkə də yoxdur. Amma tətbiqi elmlər var ki, məsəl üçün informasiya texnologiyaları sahəsi, digər tətbiqi elmlər var ki, onlar Azərbaycanda, bəlkə də Azərbaycandan kənarda da dünya bazarında öz sözlərini deyə bilərlər, əlavə vəsait cəlb edə bilərlər. Ona görə də yəqin ki, bu tətbiqi elmlərin daha da innovativ mühitdə, innovativ o əsaslarla fəaliyyət göstərməsi üçün də əlavə tədbirlər görmək lazım olacaqdır. Çünki Elmin İnkişafı Fondunun əsas vəzifələrindən biri fundamental elmlərə dəstək, eyni zamanda ictimai, humanitar elmlərin inkişafına dəstəkdir. Çünki akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi artıq Azərbaycanda ictimai elmlər, humanitar elmlər yeni şərait uyğunlaşmalıdır, 21-ci əsrin tələbatlarına uyğunlaşmalıdır, müstəqil Azərbaycanın qarşısına qoyulan vəzifələrə uyğunlaşmalıdır. Artıq qlobal informasiya cəmiyyətinin gətirdiyi o Azərbaycana yeniliklərin araşdırılması, ölkəmizə onun müsbəti, mənfi araşdırılmalıdır. Xalqı hazırlamaq lazımdır, elmi hazırlamaq lazımdır, təhsil hazırlamaq lazımdır. Tətbiqi elmlərin fəaliyyəti üçün ilk mərhələdə bəlkə də müəyyən kömək ehtiyac duyulacaqdır. Amma müəyyən müddət keçdikcə ölkəmizdə o biliklər iqtisadiyyatının əsas lokomotivi sayılan, hərəkət verici qüvvəsi sayılan milli innovasiya sistemi formalaşmalıdır ki, orada tətbiqi elmlərin cəld olaraq fundamental elmlərdən aldığı o nəticələri çevik olaraq qısa bir zamanda əmtəələşdirilməsi üçün, kommersiyalaşdırılması üçün, yəni real bazara çıxıb o rəqabətli mühitdə öz məhsullarının reallaşdırılması üçün xüsusi mühit formalaşır. Ona görə də ölkəmizdə texnoparklardır, innovasiya mərkəzləridir, Rabitə və İnformasiya Texnologiya Nazirliyinin hazırlanmış o regional innovasiya zonaları haqqındakı təklif etdiyi layihələr, bütün bunlar hamısı ölkəmizdə innovasiya mühitinin formalaşmasına və tətbiqi elmlərin özünün dolandırılması üçün müəyyən imkanlar yaranacaqdır. Bilirsiniz, Rasim müəllim, ixtiyari cəmiyyətdə fundamental elm özünə məxsus yeri vardır və bu fundamental elmlər həmişə olmalıdır. Yəni, əgər obrazlı şəkildə desək, fundamental elm olmadan tətbiqi elmlər və digər elm sahələri inkişaf edə bilməz. Yəni, inkişaf etmiş ölkələrin özündə də belə fundamental elmlər mütləq dövlət büdcəsindən kifayət qədər maliyyələşdirilir və onlara hətta gəlir gətirən bir sahə kimi baxmaq fikrinin də belə əl çəkiblər. Amma digər tərəfdən tətbiqi elmlər və innovasiya axtarış xarakterli elm sahələri inkişaf etdirilirsə,
bunlar mütləq fundamental elmlərlə əlaqəli şəkildə olmalıdır. Yəni, lazım gəlirsə bir vəhdət yaranmalıdır. Onlar arasında bir körpü yaranmalıdır ki, bunlar birlikdə inkişaf edə bilsinlər. Həm də balans gözlənilməlidir. Bəli, balans ixtiyari halda gözlənilir və hətta mən deyərdim ki, təbii yolla bu balans özü yaranır. Amma digər tərəfdən, əgər biz yalnız fundamental elmlərə aludə oluruqsa və tətbiqi elmlər və innovasiya xarakterli elm sahələrini yaddan çıxarırsa, bu artıq istər-istəməz elmin inkişafına mane olan bir səbəbə çevrilir. Bu səbəbdən də düz buyurursunuz ki, tətbiqi və innovasiya xarakterli elm sahələrinə inkişafı daha da diqqəti artırmaq lazımdır və fondun qarşısına qoyduğu məsələlərdən biri elə bu sahələr arasında bir qarşılıqlı əlaqəni vahid bir şəkildə, bir pul şəklində inkişafını təmin etmək, həm də bu layihələrin yerinə yetirilməsi nəticəsində qarşıya çıxacaq nəticələrin ölkə iqtisadiyyatında və yaxud da sosial mədən həyatında tətbiqinə çalışmasına nail olmaqdır. Və əgər bu məsələdə biz müəyyən uğura nail olarıqsa, onda biz hesab edərik ki, fond özünün qarşısına qoyduğu 3 böyük missiyadan birini yerinə yetirmiş olacaqdır. Əlbəttə, bunun özü də çətin məsələdir. Hətta innovasiya xarakterli elm sahəsinin özünə belə anlayışa bir izah vermək özü çətin olur bəzən. Bəlkə də biz ilk fəaliyyətimizdə prioritetlərin təyini və yaxud da innovasiya xarakterli elmi tədqiqat işlərinin nə olmasının aydınlaşdırmağa çalışmalıyıq. Lazım gəlsə seminarlar keçirilməlidir. Yəni, elmi ictimaiyyətə... Xarici təcrübədən bəhrələnmək lazımdır. Lazım gəlsə, ekspertlər dəvət olunur. İctimai şəkildə bu məlumat çatdırılmalıdır və hesab edirəm ki, bu işə çox böyük kömək olardı. Və bu tətbiq məsələsi əlbəttə ki, mütləq, yəni elmin inkişafında məqsəd ölkənin rifahına qulluq etməkdir və bunun da müxtəlif yolları var və bu yollardan biri də təbiidir ki, o tətbiqi və innovasiya xarakterli elm sahələrinin ortaya qoyduğu məhsulun həm keyfiyyətli olması, tez bir zamanda cəmiyyətə, deməli, onun rifahına xidmət etməsi üçün tətbiqinə nail olunmasıdır. Düşmən, çox gözəl qeyd etdiniz ki, Azərbaycan aləminin əsas vəzifəsi ölkəyə xidmət etmək, ölkənin iqtisadi inkişafını təmin etmək və bu prosesi öz töhfəsini verməkdir. Hörmətli tamaşaçılar, indi isə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun son illərdə əldə etdiyi nəticələr barəsində bir material hazırlamışıq. Gəlin o materiala baxaq, sonradan verilişimizi davam etdirərik. Radiasiya Problemləri İnstitutu 2009-cu ildə 4 elmi istiqamət üzrə elmi tədqiqat işləri aparıb. Elmi tədqiqat işlərlərinin birincisi nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi istiqamətidir. İkincisi, bərk cisimlərin radiasiya fizikası və ya radiasiya materialşünaslığı. Üçüncü, nüvə və radiasiya təhlükəsizliyi, yəni radioekologiya və ekologiya problemləri üzrə elmi tədqiqat işləridir. Dördüncü istiqamət isə alternativ enerji mənbələrinin istifadə olunması, daha doğrusu bərpa olunan enerji mənbələrinin çevrilib istifadə olunması problemləri üzrə elmi tədqiqat işi aparır. Hesabat elmində paslanmayan poladın və yaxud da digər texnoloji materialların, məsələn, alüminium, berilium, digər materialların radiasiya davamlılığı problemi tədqiq olunmuş. Burada fundamental elmi nəticələr almışdır. Onların davamlılığı, onların xassələrin modifikasiya üsulları, yəni ki, onların aqressiv mühitdə işlənməsi üçün xüsusi üsullar işlənmişdir ki, onları passivləşdirmək üsulları, radiasyon passivləşmə üsulları işlənmişdir. Bunun nəticəsində həmin materialların davamlılığı təqribən 5-10 dəfə artırılmışdır. Bu, çox böyük bir texnoloji, həm də ki, iqtisadi bir səmərədir. Bərk cisimlərin fizikası sahəsində bu alınmış nəticələr, güman edirəm ki, içərisində ən çox əhəmiyyətli, ən çox aktuallığa malik olanları əlbəttə yeni tip detektorlarını, yəni qamma və digər
şüa detektorlarının alınmasıdır. Bu işler bizim laboratoriyalarda yeni başlanmışdır. Artıq bizdə yeni tipli detektorlar alınıb və həmin detektorlar əsasında müxtəlif iyonlaşdırıcı şüaların biz detektə etmək, onları aşkar etmək, onların dozasını təyin etmək üsulu üçün yeni cihaz qayırma sahəsinin inkişafına imkan açıbdır. Bu, əlbəttə, bu sahə son illərin bizim institutda istiqamətində əsas yeri tutur. Neft qaz çıxarması sahəsində ətraf mühitdə çoxlu radionüklidlərlə çiklənmiş tullantıların atılmasıdır ki, bunlar özünə məxsus müxtəlif faktorlar aşkara çıxarır. Və bu təsirləri qiymətləndirmək üçün bu illərdə biz bioloji test üsulu ilə, yəni müxtəlif bitkiləri bu sahələrdə əkmək və onların inkişaf xüsusiyyətlərini aşkarlandırmaq üzrə elmi tədqiqat işləri aparılmışdır. Və bu təsiri azaltmaq üçün yeni radioprotektorlar sintez olunmuş. Bu radioprotektorlar süni maddələr deyilir. Bu təbii olaraq bizim respublikamızda bitən boyma, dərən və zəfəran ekstraktı əsasında alınmış yeni birləşmələrdir. Həmin o birləşmələr radiasiya davamlılığını canlı orqanizmlərdə, bunlar öyrənilib, həm köbələklərin timsalında, həm də ağ sıçovulun timsalında öyrənilib. Bunlar radiasiya davamlılığını çox geniş miqdarda artırır. 2-5 dəfədən artıq bunların radiasiya davamlılığı artırır. Dozadan asılı olaraq bu qanun uyğunluq dəyişir. Digər bir mühüm məsələ isə radioaktiv maddələrin müxtəlif sahələrdə paylanma qanun uyğunluqlarının öyrənilməsidir. Bu həm təbii torpaqlardadır. Biz bu illərin 3 rayon üzrə Qobustan, Daşkəsən, Gədəbəy rayonları üzrə xüsusi ekspedisiyalar etmişik və burada torpaqlarda radionüklidlərin paylanma qanun uyğunluğu aparılır. Digər bir sahə isə, daha mühüm bir sahə isə neftlə çıxan buruq sularının tərkibində radionüklidlərin və digər zərərli maddələrin paylanma qanunluqları aşkar olunur. Bu bizim institutda aparılan elmi tədqiqat işlərinin xülasəsini mən sizə təqdim etdim. Və sizə bir nəticəni də demək istəyirəm ki, bizim institutun bazasında müxtəlif qurumlarla apardığı birgə layihələr hesabına institutun demək olar ki, avadanlıq parkı tamamilə yeniləşib. Tam şəkildə bu MAQATE-nin, yəni Atom Enerji Beynəlxalq Agentliyinin, NATO-nun və digər indi dünyanın ən müasir bu sahədə elmi laboratoriyalarını bizim institutda siz görə bilərsiniz. Bu isə onu göstərir ki, əsas verir ki, doğrudan da qarşıya qoymuş məsələlərin icrası üçün həm kadr bazası, həm də avadanlıq bazası olduğu üçün biz bunu müvəffəqiyyətlə yerinə yetirə bilərik. Gənclərin elmə gəlməsi heç də belə yüksək səviyyədə olmur. Əvvəllər vaxtı ilə bilirsiniz ki, Azərbaycanın ümumiyyətlə elmə Azərbaycan gənclər çox gələrdi, oxuyardı, xaricə gedərdilər, xarici ölkələrdə aspirantura təhsil alardılar. Amma son zamanlar müşahidə olunan tərəfi odur ki, elmə gənclərin gəlməsi bir qədər problemlidir. Bu məsələnin bir tərəfidir. İkinci tərəfi isə hal-hazırda elmdə, elm fəaliyyətinə məşğul olan gənc tədqiqatçılar var, perspektivli tədqiqatçılar var ki, onlara xüsusi dəstəyin verilməsinə ehtiyac duyulur. Yəni, elmi tədqiqat qurumları öz imkanları daxilində nəsə edirlər, amma bu yetərli olmur. Ona görə də bu gənc tədqiqatçılara, xüsusən də xüsusi o qabiliyyəti olanlara, yəni yaxşı elmi nəticələri olanlara, beynəlxalq səviyyəli jurnallarda o elmi məqalələr çap olunanlara yəqin ki, dəstək verilməsini planlaşdırırsınız. Əlbəttə, bu bizim fondun qarşıya qoyduğu o məqsədlərin içərisində özünə məxsus yeri olan bir problemdir. Həqiqətən də o gənc alimlərə lazım olan şəraiti yaratmaq və onların artıq püxtələşmiş alimlərə çevrilməsinə kömək etməkdən bir müqəddəs bir iş ola bilməz. Və bu müxtəlif şəkildə yerinə getirilə bilər. Elmi tədqiqat layihələrinin yerinə getirilməsində tutaq ki, Elmlər Akademiyası və Elmi Tədqiqat İnstitutları, onlar müəyyən mənada şərait yaradılar. Amma bəzən ortaya elə məsələlər çıxır ki, onların həllində artıq bilavasitə fondun daha çox köməyi ola bilər. Söhbət burada qısa müddətli, tutaq ki, ixtisas artırmadan gedə bilər. Və hətta konferansda iştirak. Bəzən biz buna bir bəsit bir şey kimi baxırıq, amma hər konferansda iştirak oradakı elmi nəticələri ortaya qoymaq və elmi ictimaiyyətə çatdırmaqdan başqa, həm də elmi ünsiyyətlərin qurulması deməkdir. Yəni, əməkdaşlığın bazisinin qurulması deməkdir. Və lazım gəldikdə hətta bir növ həm səhvləri öyrənmək, yeni bir elmi nailiyyətlərlə tanış olmaq,
və yaxud həmin elmi əməkdaşlığın bazisini qurmaqla geri dönmək və buna o sərf olunacaq o qrant layihəsinin məbləği qazanılacaq o benefitlə ortaya qoyulanda, yəni görərik ki, bəlkə də 200 dəfə burada bir fərq yaranır. Yəni tək konfransda iştirak, yəni demək istəyirəm ki, oradakı sadəcə iştirakla bitmir. Və yaxud da biz özümüz böyük bir konfrans və ya simpozium, böyük bir seminar təşkil ediriksə, Azərbaycanda keçiririksə və tanınmış alimləri, dünya alimlərini bura dəvət ediriksə və burada keçirilən həmən bir o elmi forumun özünün bəhrəsi də yenə də əvəz olunmaz ola bilər. Müxtəlif nəşrlər və gənclərin harasa, hansısa bir elmi forumda iştirakını təmin etməli. Yəni bu elm də ola bilər, elmə bağlı başqa sahələrlə də ola bilər. Məsələn, təhsil və elm sahəsini ortaya gətirən hansısa bir layihə ola bilər. Yəni burada çox müxtəlif bir spektr vardır və bunların yerinə yetirilməsi biz ümid edirik ki, gənc alimlərimizə yeni bir stimul verəcəkdir və onların özlərinə olan inamını daha da artıracaqdır və onlar artıq Azərbaycanda elmin inkişafına xidmət edən bütün qurumlara və onların dəstəyinə güvənə bilərlər. Bundan sonra isə Azərbaycan gənc alimləri artıq gələcəyin o puxtələşmiş alimlərinə çevrilmək üçün bütün şəraitə malik ola bilərlər. Elçin müəllim, vaxtımız sona çatır və bir daha proqramımız adından sizə təşəkkür edirik və bilirik ki, Elmi İnkişafı Fondu yeni qurumdur, gənc qurumdur, hələ müəyyən təcrübə toplayacaq, beynəlxalq təcrübəni, xarici ölkələrin təcrübəsini və hesab edirik ki, Azərbaycanda elmin inkişafına, Azərbaycan elminin qarşısında qoyulan vəzifənin həyata keçirilməsinə sizin fondun xüsusi dəstək olacaqdır. Bir daha sizə minnətdarlıq bildiririk, gələn görüşlərə dək.